ən gərgin və stres yaşadığınız oyun hansı olub? Mən ümumiyyətcə iki oyun olub, hansı ki, bəlkə daha, necə deyim, o oyuna tam fərqli bir yanaşmamışam. Sadəcə özüm fərqli olmuşam. Özümdən asılı olmayaraq. Bu bir Rosenborgdan oynadı o vaxtı. Hansı ki, səhv adamın işğalı gününə düşmüşdü və yəqin nə qədər ajotaj var idi, nə qədər belə çıxışlar var idi. Mən fikirləşirdim ki, biz bu oyunu udursaq necə olacaq? Biz bu oyunu birdən o vaxt Rosenborg'un da ən yaxşı vaxtlarından biri idi. Ən çox belə uğurlu bir vaxtlar idi. O oyunda demək olar ki, gecəni bilmirəm mən hansı hisslərlə yatmışam və yaxud yatmamışam. İndi də bəlkə onu deyə bilmərəm belə. Bir start kartları elə gələcək cezalandırılan futbolçu. Futbolçuları yerinə yetirəcəklər. Vaqif Cavadov topun arxasındadır. Hakim işarəni verir. Cavadovun ötürməsi. Rəşad Sadıqov zərbəsi. Rosenborglu futbolçular topu mərkəzdən başladılar, Hakim. Və oyunun gedişatında, oyunun sonuna kimi hansı hisslər olurdu? Bir o oyun mənə belə də bir xüsusi bir belə deyək də həyəcanlı bir günlər idi, həyəcanlı bir gecələr idi belə. Bir də bizim yeni indi müharibəmiz başlayanda Polşada bəli, o oyunda da həddindən artıq da elə diqqətimi bilmirdi, oyundaydı, yoxsa Bakıdaydı, yoxsa nə bilim Ağdamdaydı, yoxsa Cəbrayıldaydı, yoxsa Şuşada. Belə də o fikirlər onda yaranmışdı və orada hələ İctimai TV-nin əməkdaşları bir süjet göndərmişdilər. Ya oyundan əvvəl, ya oyundan sonra mı göndərmişdilər? Yox, oyundan sonra göndərmişdilər. Hətta orada bir əskər salam da verilmişdi oyundan sonra. Biz də, mən daxil bütün komanda kollektiv vermişdik, oyunu udmuşduq. 3-0 hesabına udmuşduq.